1. Tərləmə normal bir haldır. Tərləməmə isə bir xəstəlikdir. 2. İnsanda hərəkət və ya artıq güc sərf etməklə bağlı bədəndə enerji əmələ gəlir. Bu enerji vasitəsilə bədəndən xaric olunur və bununla da bədənimiz soyulur. Tərləmə bir növ bizim bədənimizin soyuma sistemidir. Təbii ki, körpələr də bu vəziyyətdən istisna deyirlər. 3. Burada diqqət edilməli olan xüsusiyyət bundan ibarətdir ki, körpənin tər vəzləri əllərində, ayaqlarında və başında daha çoxdur. Buna görə də körpələr bu nahiyələrdən daha çox tərləyirlər. Bu normal haldır. Bu nahiyələr tərlədikdən sonra təbii olaraq soyumağa başlayır və bu zaman valideynləri narahat edən körpənin başı, ayağı, əlləri çox tərləyir və sonra da buz kimi olur şikayəti ortaya çıxır. Buradan əziz valideynlərə demək istəyirik ki, əgər uşağın müayinəsi normaldırsa, körpələrdə bu halın baş verməsi hər hansı bir xəstəliyin əlaməti deyildir və bu orqanizmdə gedən normal fizioloji prosesdir. 4. Tərləmə izi xarakterdə daşıya bilər. Belə ki, valideynləri çox tərləyən uşaqlar da çox tərləməyə meyilli olurlar. Bu durumlarda uşaqları müalicə etməyə ehtiyac yoxdur. Bu normal bir haldır. Bunu belə də qəbul etmək lazımdır. 5. Tərləmənin ən çox rast gəldiyimiz səbəblərindən biri də körpənin qalın geyindirilməsi və ya ətraf mühitdə, otaqda, çöldə hərarətin yüksək olmasıdır. Bu baxımdan körpələrin geyiminə və otaq temperaturuna diqqət olunmalıdır. 6. Hər hansı bir səbəblə bağlı olan burun tıxanıqlığı da tərləməyə səbəb ola bilər. Bu baxımdan burun dəliklərinin açıq olub 8 vitamininin çatışmazlığı zamanı da körpənin tərləməsində artma ola bilər. Amma bu demək deyil ki, hər tərləyən uşaq daxil xəstəsidir. Əgər xəstəliyə şübhə varsa, mütləq qan analizləri, qanda kalsium vitamininin miqdarı olunmalı və diaqnoz dəqiqləşdirilməlidir. Yalnız bundan sonra körpəyə vitamin və kalsium preparatın vermək olar. Yoxsa uşaq tərliyi, uşaqda raxil xəstəliyi var demək və sonra da kör-körənə kalsium preparatları başlamaq qətiyyən doğru deyildir. Ümumiyyətlə müntəzəm olaraq vitamini qəbul edən körpələrdə daxil xəstəliyinə rast gəlinmə ehtimalı çox aşağıdır. 9. Gələcəkdə bu kimi xəstəliklərlə qarşılaşmayaq deyə, yeni doğdurmuşlardan daxil xəstəliyinin profilaktikası üçün doğumunun 15-ci günündən etibarən vitamini verilməlidir. 10. Çox tərləmənin səbəblərindən biri də anemiyadır. Qan azlığı. Əgər körpədə anemiya şübhəsi varsa qanın ümumi analizi edilməli və diaqnoz dəqiqləşdirilməlidir.